Bir fəhlə gedir işləyirsə, alnından tər axır, əli qabardırsa, Allahın xoşu gəlir. Xoş gəlir bundan. Ona görə deyir, ibadət 10-dursa 9-u halaldan ruzu qazanmaqdır. Mən də deyirəm ki, Allahın bekar adamdan xoşu gəlir. Allahın tənbəl adamdan xoşu gəlir. İndi məcburdur, bekar qalıb becəyə, onu bilirik, vurğulamağa ehtiyac yox. Hətta mən onlara da demişəm ki, məsələn, bir kiçik qardaşımız kimi gənclərə demişəm, iş tapmırsan, özü bir işlə məşğul elə. Bu bəzilərinə qəribə gəlib. Demişəm ki, pulsuz işdə nə hardasa. Allah görsün ki, çalışırsan, bir qapı açsın. Oturma, nəsə gözləmə. Hətta dur, yaşadığın həyatı təmizlə, küçəyə bir ağac ək. Misal üçün deyirəm, bunlar indi. O qədər Allahın xoşu gəlir, insan fəal. Bir fəhlə gedir işləyirsə, alnından tər axır, əli qabardırsa, Allahın xoşu gəlir. Xoş gəlir bundan. Ona görə deyir, ibadət 10-dursa 9-u halaldan ruzu qazanmaqdır. Mən də deyirəm ki, Allahın bekar adamdan xoşu gəlir.